Esselamu Aleyküm Rahmetullahi Berekatuhu. Allah'ın salamı olsun. Yaxşı uşaqlar. Deməli biz qardaşların köməyi ilə bu günlər 4 ailəyə kömək eləyəcəyik. İndi gəlmişik birincisi, bura artıq ikinci səfər gəldik. Deməli Şəmkir rayonu Peşə məktəbinin yanı. Birinci yardımımızı indi gətiririk verək. Bundan sonra da 3 dənə ailəyə yardımımızı verəcəyik. Ya Allah Allah. Yəni əlimizdən gələn eləmişik. Salam verəcəyik, gəldik, çatdıq. Produktumuzu verək. Salam belə ki, nətərsiniz? Artıq biz ikinci səfər ünvana gəldik. Yenə əlimizdən gələn eləmişik. Sağ olsunlar qardaşların köməkliyi ilə. Nətərsiniz, yaxşısınızmı? Sağ olun, Allah razı olsun. Deməli biz ikinci səfər gəlmişdik. Mən uşağımın müalicəsinə görə də köməkli istədim. Bir də bu qapıya görə qapımızı düzəltsəz. Əlimizdən ancaq produkt almaq gəlir. Deməli, yenə axşamınız xeyir. Biz artıq ikinci yardımımıza gəlmişik. Yenəyət kəndinə, Zaman qardaşın evinə gəlmişik yardım üçün. İkinci Qarabağ müharibəsi qazisi. Deməli, Qazisi. Allah ondan razı olsun. Onun sayəsində, onlar kimlərin sayəsində biz bu dəqiqə gəzirik, hərəkət edirik. Rahat yaşayırıq. Deməli, vaxtımız çox azdır deyə çox danışa bilməyəcək. Bundan sonra 2 dənə də ailə bizi gözləyir. Saat axşam vaxtı deyə qısa eləyəcək, yekunlaşır. Allah razı olsun, bizim kəndin uşaqlarından ki, razı olsun, bizə yardım edib ki, biz də əlimizdən gələni eləyirik. Bəli, deməli gəldik, ünvanı tapdıq. Artıq bu ikinci yardımımızdır. İndən sonra 2 dənə də ailə bizi gözləyir. Salam qardaşlar. Yəni biz çoxlara bilməyəcək ki, vaxt da gecdi deyə. Özün nəsərsən, keçən il Allah deməli yay aydı da biz. Ha, elə. O vaxtdan bəri bağışda sən yadımızdan çıxırsan. Nəsərsən, yaxşısan mı? Nə irəliləşib var pensiya ilə bağlı? Yaxşı dəyişir. Əmələ gəldi mi? Ha, şükür qardaş. Yəni tək sənin işin düzəldi ki, biz də sevinək, yəni işin düzəldi. Allah şəf. Düz deyil, sənin üçün milyonlara versələr yenə azdır. Yəni heç olmasa bir köməkli orada az olsa. Axşamı seyir dəyərli izləyicilər, Can TV-nin efirindən hər kəs salamlayıram. Bildiyiniz kimi yardım işlərimiz davam edir və bu günləri gəlmişik Seyfəli kəndinə, Şəmkir rayonu Seyfəli kəndinə, 3-cü ailədə gəlmişik yardıma. Və buradan bizi izləyən hər kəsə salam göndərirəm. Vaxtın gec olmana baxmayaraq biz yenə iş başındayıq. Saat 1-ə işləyib 15 dəqiqə və buradan bizim balaca izləyicilərimə salamlar göndərirəm. Aqilə, Səmaya, Musaya, Əliyə. Onlar bizi izləyirlər pastayanı. Şəmkir rayonunda yaşayırlar. Onlara buradan salam göndərirəm. Allah onlara var etsin. Və bizim Çınalı qardaşlar var. Onların şəxsən dəstəyi ilə gəlmişik bura. Üçüncü yardımımızı da gətirək. Dəyərli yavaş-yavaş daxil olaq. Biz deməli, səhv eləmirəmsə bilməm, 3 dəfə mi, 4 dəfə bura gəlmişik. Yəni, inşallah nə qədər imkan var. Axşamınız xeyir. Axır ki biz yekunlaşdıq, 4-cü ailəyə gəldik. 3 ailəyə yardımımızı verdik. Bu axırıncı 4-cü ailədir, indi gedirik yardımımızı vermək. Sizler TV kanalına da abone olmayı unutmayın. Bizi Instagram'dan, TikTok'tan, Facebook'tan izleyebilirsiniz aziz insanlar. Ya Allah'ım. Bəli, əlimizdən gələni eləmişik. Produktumuzu aparırıq, indi ailəyə təhvil verməyə. Deməli bir şey də deyək sizə. Xanımın üzünü biz çəkməyəcəyik. Yəni nə sözləri var oradan, yəni səsli olaraq deyəcək. Yəni. Salam belə ki. Salam, nəfərsiniz, yaxşısınızmı? Yaxşı olun. Biz elə bu gün sizin 4-cü ailədir, yəni yardıma gəlmişik. Üçünü verdik. Dedik, sizi də yaddan çıxartmamışıq. Nəfərsiniz, yaxşısınızmı? Nəsə belə yəni üzünü çəkməyəcək, yəni belə səs deyəcəkdir, yəni siz qulaq asarsınız. Yəni ürəyinizdən keçən yəni sözünüz varsa.
daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin.